Ay mənim payıma bir də kupon yazanı mikrorayon. Cin elə. Cin mikrorayon. Poxa qalsın bunu. Hə, nə oldu hə? Yazıq. Kupon yenə yandı hə? Özün bir uduzursan, komandan bir uduzur. Bu il çempion olmaq söhbəti bizdə oturdu. Utanmırsan da deyirəm. Hər il sentyabrda belə ürəklə gəlib deyirsən ki, bu il başqa olacaq, bu il çempion olacaq. Sonra da aprel may gəlir. Ha. Səsə bax, səsə bax. Nəsisə? Afus. Ay, ya səviyyəsizsən də deyirəm. Sənin özün kimi düşük yoxdur. Ancaq şit zarafatlar elə. Ay kişi. Ən gülməsi də bilsən nədir? Hə. Gün boyu pivə içmədin ki, komanda mudacaq. Bir poxt olmadı. İndi evdə gedərsən pivə boskasında çimərsən. Qulaq as. Kişi ol gedək Ramin dükanı bağlanmış piva alaq çək. Əri, Hə. zəif olunuzu qəbul et, gedək. Hətta hə, ox, yaxşı, ox. Yaxşı ki bir dənə oyun udum. Sən qaldır özünü qoy dağın başına. Ya, nə Gəl, zaman yaxşı, gəl. Sizlə güclü oyunçularımız hakimlərdir, gəl. Hə, bəhanə tapmayanda günah hakimlərin üstünə. Gəl, bağlayacaq indi. Getsə gəlirəm, ay kişi. Sən niyə qayıtmısan? Məhləm üçün darıxmışdım. Nə oldu 15 il sonra məhlən üçün darıxdın? Hələ 15 il bəs elədi də darıxmaram. Gözdən də Ramindən pivə gətirim gəlirəm mən də. Gedmə, bağlayıb ucu. Var pivə burada. Siqaretim də qutarıb. Bu da bizə çatan 4 şum aşağıdan alıb gəlib. Siqaretim də var. Maşında pivə də var. Gəl otur. Oturaq da. Necəsən? Şükür, sürünürük. Sənə soruşmuram, görəm daha yaxşısan. Yaxşı. Yaxşıdan da nə üçün darıxmısan? Sürünmək üçün? Mənim darıxdığım şeyləri sən başa düşməzsən, Aydın. Düz deyirsiniz müəllim, biz haram poxuyuq ki, sizi başa düşək. Ha belə, ağıllı ol. Zarafatı qeyb dostlarınla eləyərsən, hə, dümbələk. Nədir, vuracaqsan məni? Məni tutmağa dostum var, vurasan. Nə olub bala, burada nə deyəmmisən? Allah heç nə, nə olasıdır. Mənə bax. Ehtiram sən yaxlar. Poxdayam, brat, heç nə, poxa keçmişəm. Və deyirsən heç nə olmayıb. Valla hələ ki olmayıb da. Günellə mesajlaşmalarımızı tutub bibiyimdə. Bu da sən demək Günellə sevgiliymiş. Mən nə bilim, ya, quş bala durub bundan sevgili o, mənə yazır. Ava, yaxşı görüm. Güya sən xəbərin yox idi. Sən bilirdin ki, güya. Hə. Mən bilmirdim, qoroş. Mənim xəbərim zalım yoxdur. Yaxşı, indi nədir? Tüm qorxur dayanırsan burada ehtiramdan gizlənirsən. Valla tüm qorxmur, nə dəxlisi var. Prosta baxma da. Belə söhbətdə adam üz-üzə gəlmək istəmir. Nə deyəcəm mən ona? Ay qaqaş, bilmirdin sən ipravda deyilsən ki. Yoxsa qorxursan baş eləyərsən? Kimə? Ehtiram məni. Ay, rəngin ağar be. Bu idmancı qaqaşdır da. Ona görə qorxursan. Ağa, Allah haqqı sən əsəbinlə oynayırsan, qatıqlıysan. Ehtiram kimdir, onunla qorxam. Ehtirama ran küçük idi ki, qorxam ondan. Alo. Eşitdim, mən axtarsan.
Qulaq as kişi, uzatma. Hardasan sən, yervi de. Hə, mən də məhlədəyəm. Ha tərəfdə. Gəl pekarının arxasına 2 dəqiqəyə oradayam. Tez elə, hə. Telefonda danışma, gəl üzümə de görüm. Tez elə, 2 dəqiqəyə oradayam, gəl üzümə denən. Gözləməyəcəm səni özdə, tez ol. Qoya bax, ha. Narahat olma ya. Qardaşın yanındadır. Onda həmişə kimdə, brat. Ala ayıb olar ki. Gedək görüm nə deyir ha o. Deyir də. Düdük. Ha, Gəlir. hardasın lan? Böyle. Qaqa. Her yerde sağ aktarmıram ben. Adam kimi danışır? Sen de danışan kızla danışan. Ben eləyərəm. Ben eləyər. Ula Aydın, nə qalfa? Nə inirsən hala? Ay, Aydın. Bura gel ha. Gəlir ha. Uğraş. Tram sakitləş. Nə oldu ha? Buraya. Ay, Aydın. Bırak ha. Aydın. Bırak hay. Tınız da. Bırak ha. Sınır. Mən tutum sən vurla nə qədər adam döymüş yala. Rahat elə bir 10 nəfər məndə var. Bir 5-6 nəfərlə elə mən döymüşəm. Söyüş qoymuşdum bəs. Bir də yazmayacaqdım. Bu şot deyil ki. 6 dənə dəqiq oyunda təxmin edirsən, pul da qoymursan. Bax, yaxşı. Maşını necə almısan? Necə, yoxsa neçəyə? Necə? Pulu vermişəm, almışam bunu. Şəbnəm necədir? Yaxşıdır. Yaxşı olsun. Atası nə edir? Yaxşı qazanır elə də. Sən də öz aləmində mənə söz soxsan, ha? Atası qazanır, maşını necə almışsan? Nə demək istəyirsən? Mən qaynatasının şotuna kişi olanlardan, ha? Ayxan, kişi olmaq sonradan alınan şeydir. Gərək əvvəlcədən insanın canında olsun. Şəbnəmlə... Sən bir də Şəbnəmin adını çəkirsən, bir dənə də yumruq gələcək ağzının üstündən. Köylərin qara rengi necə də var bunlardır? Hər yeri axtarır. Ay brat, öldüm yerməkdən, Allah haqqı. Yaxınlaşsan, sıxa rədd olaq gedək də buradan. Ay, buradan elə metroya yermək var, brat, Allah haqqı dözə bilmirəm, ölürəm acından, sən öl. Dayan da bir dəqiqə, nə qədər deyinirsən, başım üstə Allah'ın da olsun. Ayda ilə bir dəfə bir dənə qızdan xoşun gəlir, onu da belə eləyirsən. Normalda bilmirsən, göyə bacarmadığım şey deyil. Prosta qızı görəndə elə bir quruyuram. O xoşun gələn qızın girdiyi dükanlara ən başını gördün də. Acından gün orta durursan, bayaqdan 3 dənə piraşkinin üstündəsən, düşmüsən qız arxasınca, ona görə quruyursan da. Nə deyirsən, baxmaz mənə? Allah. Başın xarab olub, niyə baxmır? Mənim simpatikli qardaşıma kimi baxmaz. Deyid yandılar, brat, Mamet bə, Allah haqqı get yaxınlaş, Mamet dedi, yanıblar. Sən öl get yaxınlaş. Alab, yox, eləyənməyəcəm, gedənməyəcəm. Allah, mən sən brat, onda nəyə düşmüşük bunların arxasında 3 saatdır gəzirik? Gedənməyəcəm. Dəftəri ver, bura. Lam kim baxmaya sifətimə, dəftəri ver, bura, rüçkanı da ver. O, yaxşı. Sən güzələn pox deyilsən, sənlə mən. Allah bunu.
Çox üzr istəyirəm. Bağışlayın, narahat elədim. Orada dayanan oğlan mənim dostumdur. Sizdən çox xoş gəlib. Valla ömrümə girib dayı mən. Bunu götürün. Əgər istəsəz nömrənizi yazıb harasa qoyarsınız, o da götürər. Daha sonra baxın da istəsəz danışarsınız. Bir də mənim canım qutarsın, Allah haqqında yeriməyə heyim qalmayıb. Olar elə. Lazım deyil ay qız gəl. Xamzakolkavız qəşəydi, amma düşəcək deyəsən. Deyim biləsiz. Ay qız gəl. Fikir vermə. Nə oldu, nə dedin? Allah heç nə 3 saatdır fırladırsan bizi, bir kəlmə yaxınlaşdın dedim ki, nömrəvi yaz vərəqə qoyarasa sən də gəlib götürəsən. Gəl gedək görək qaçmayağın yəqin arası qoyacaq. Öz işləmədi başqa? Yox, nə desin? Vərəqi götürdü, getdi də yəqin qoyacaq indi arasa. Gəl gedək. Yaxşı olar ha? Ana gəl də brat, yorursan ücə mənə Allah haqqı da. Bundan artıq nə edeyim mən sənə? Mənə bax. Ha. Girək biz də. Allah hey, gəl öldüm ocundan səni. Heç nə yaxşı. Ne? Ümumiyyətlə... Ne yapmışım? Bildirmədən baxarsın. Ayxan. Burada yaxınlaşdın bura. Yaxınlaşmanın başını bırax, səni. Bax, sən deyirəm. Al, yaxınlaşmayın niyə? Oyunsan, onu da mən deyim sənə. Onu da mən öyrədim. Nəmin ged otur yanlarında nəsə zarafat elə söhbətə giriş. Deyən dostun bayaq acı idi, bəs üzürü sən bilmirdin nə danışırız. Nəsə tema atdı ortaya, nəsə tema atdı ortaya, arxası gedəcək. Ben çəksin, ondan sonra o çəksin, ondan sonra. Tamam, get. Amma tez durarız. Gözləyirəm. Ayxan, dur, sənin dur vəziyyətdir. Padriqas getdi, tək qaldı. Dur, get yaxınlaş, Allah haqqı zor vəziyyət. Gedim şimdi. Get də buranı, bədbəxt. Biabır olsan, heç olmasa bir nəfərə biabır ol da, dur. Gələcək indi. Sən verdiyin motivasiya bundan artıq olmayacaq. Ala dur get. 5 saat sənə görə zülm çəkirəm çöldə. Durub mənim motivasiyama şey eləyir burada. Tez elə. Gedirəm də, soxum elə motivasiya. Gələcək indi, tez elə. Salam xanım, üzrlü sən narahat edirəm. 5 dəqiqə otura bilərəm, söhbət eləyək. Yox, otura bilmərsən. Kadırqamla oturmuşdum. Qadir qapısı hələ ki yoxdur. Gəlinə kimi mənə 5 dəqiqə vaxt verin, çox vaxtınızı almayacağam. Bayaq əslində dostum yaxınlaşmadan mən yaxınlaşacaqdım. Yəni əslində sizdən uzun müddətdir xoşum gəlir. Prosta doğru momenti gözləyirdim. Yəni 5 dəqiqə çox vaxtınızı almayacağam. Pivəmiz də qutardı. Sənə dedim də ki, aşağıdan alaq, ora da bağlandı. Qaldıq içkisiz. Viski var, içirsən? Gedər. Bu nə ilə zakuska indi? Gəl, bu ilə zakuska eləyərsən. Nədir ola? Çək maraqlı söhbətdir. Adamın pulu olanda 2 cür siqaret gəzdirir üstündə. Adamın pulu olanda bir çox şeydən 2 dənə gəzdirir. Atabın qorxusundan şpilka ilə siqaret çəkməyin yadıma gəlir. Şey yadındadır, o birinci dəfə içki içməyimiz. Götürdün, qaldırdın mən qarajın başına ki, buradan mənzərə yaxşıdır. Ayağım küpsdə təzə çıxmışdı. Düşəndə də yıxıldım, qolumu sındırdım. Bir boy çolaq olmusan da sən. Məktəbdə jurnal oğruyub yandırmağımız yadıma gəlir. O eləməsəydi 58-də oxuyurdu. Kaş ki, həyat da belə olardı, hə Ayxan? Bir dənə jurnal olardı, yandırardıq, bütün səhvlərimiz kül olub gedərdi. Səhvlərimiz də olub, düzlərimiz də olub. Yaxşı günlərimiz də olub. Pox qoydun da içinə. Mən pox qoydum, yoxsa sən?
Ala sən. Yavaş çala yenə yıxılıb qolbu qıçımı sındıracaqsan. Ala mən 15 il bundan qabaq elə yıxıldım ki, indiyə kimi yerdən qaldıranı unutma. Dizlərim qolum sınmadı. Amma qardaş dediyim oğlan qabağında elə sındım ki, day nə yıxılmaq? Sen bu arada dostum yapmadığın gözümün altındasın. Ay oğlum, təsdiq edirəm ki, göz-gözüm yaxınlaşır. Sən müstəqil Çok açıqsın. soğuk. Bu üstüme gelmemesi soğuk. Geceler. Sənin üçdən bir aşın üstündə gəzir, ağzı Göz. bilmir nədir. Bayaklar güzel. Sən mənə belə bir adam öldürən zala. Gözlərini öldürür. Всё dobra. Sabahdan evdəkilər gedir rayona. 2 ay evdə təkəm. Öyle. Hə. Onda PlayStation götürmə annemle. Ala 100% dəli sən onu sıxmışam. Sağ ol götürüb gələm lan olsa. Sabah yox, brat. Sabah qızla olacam. Kimdən olur? Günellə. Sən hələ gülürsən, çox oğru uşaqsan. Ola mən niyə uğraş olurum məsələn sən? Qız özü istəyir, qutardı getdi də. Onun başını bırax, sən heç danışmırsan. Keçən dəfə zülm çəkdi o boyda. Canımızdan getdi, nə oldu? Dəydi heç olmasa, danışırsınız qızla. Danışırıq ha. Hə, nətər gedir? Onsa bu həftə görüşəcəyik. Ha, lap yaxşı. Brat, belə ev lazım olsa. Gizləmə də yaxşı. Nə dedim, Allah, sən də ki, elə söz deməli deyil, hər şey seryoza alsan, nə olur? Sən bir söz deyin. Mən o qızla evlənəcəm. Nə evlənməyə? Sən başın xarab olub, nə evlənmək? Sən evlənən yaşındır. O bir qırağayı. Ayxan, qızı heç tanımısan, bilmirsən nədir, nəçidir, kimdir, 2 gündür tanıyırsan qızı hələ. Nə qoymusan üstünə, bir dayan da. Hala bəlkə normal qız deyil, hardan bilirsən? Ay. Sən bir də Şəhidon haqqında belə danışsan, mən sənə başqa cür danışacağam. Nə danışırsan, 2 gündür tanıyırsan, onu bəlkə bıraxsan ona görə məni. Allah hə. Saçdan qoyacam ağzının üstünə, nə sözüm var? Tübün açarını itirmişsən, qatıqlıysan ha, danışsan, qudurma ha Ayxan. Allah sənə deyirəm ki, Şəhidon haqqında danışanda ağlınız oturub durduğun qızlara getməsin. Qoyub boş eləyərəm səni. Elə Ayxan. Əli. Bax bu sözümə görə peşman edəcəm səni. Gel. Qardaş səni sənə mənə. Zindir. Get uğraş. Yaxşı. Səbirli ol sən. On 15 il sonra sənə baxıram. Giyimi var, maşın var. Sən bu həyatda çox şey bacarmısan. Bir dənə dostluqdan başqa. Son programda özümə baxıram. Heç dostluq bacarmaq da bir fakt ölmüş, hə? Ha. Mən səni tanıyanda neçə yaşımız var idi, yadıma gəlmir. Biz o qədər balacaydıq. Mən həmişə fikirləşirdim ki, bizim dostluğumuzu heç nə poza bilməz. Al nə qız, nə pul.
Mən amma başqa cür fikirləşirdim. Sizin o vaxtda biraz imkanınız yaxşı idi. Elə bilirdim, biraz böyüyəcək, cındırıq eləyib daha fırlamayacaqsan məni. Görürsən qardaş, hamı öz kişiliyi qədər fikirləşirmiş. Onu saxlayırsan sən də. Dalaşsaq da mən dostluğumuzun xatirəsini heç vaxt atmamışam. Qalır deyə məndə də. Evdə zətdə düşüb yəqin. Boş şeylər deyə bunlar hamısı sevib-zab. Bunlar dostluğu göstərmir. Dost dostun zibilə də düşər, dost dostun boy söhbətə də gedər. Mən sənə görə hər poxa getməyə razı idim. Amma sən məndən şübhə elədin. Aynen, açma bu söhbətləri. Açma nədir yala? Ha, mən sənə görə ölümə də getməyə razı idim. Öldürsən ölərdim, öldürdüsən öldürərdim. Ha, gəlib desəydin ki, adamı öldürmüşəm. Gəlib sənlə bastırardım da onu. Amma sən mənə inanmadın. Çünki Aydın, sənin inanılacaq bir tərəfin yoxdur. Sən boş sözdən ibarətsən. Ancaq elə buradan yuxarı. Aşağısı yoxdur səndə. Kim boş sözdən ibarət də? Mən yoxsa sən? Neyse Aydın, içmirsən get. Ağzıma gələn danışsan. Hə, cavab verib flop. Kim boş sözdən ibarət də? Sən belə eləyərəm, adam öldürərəm, adam bastıraram. Ömür boyu qorxağın biri olmusan da sən. Ha, mən olmasam, 50 dəfə ödeşmişdilər sən. Adam bastırır mən üçün. Səndə o yoxdur ya Aydın. Tanımıram mən səni. Necə ki, mən sən olduğunu bilməmişəm. Sən də məni tanımamsan da ver. Mən səni tanımamışam. Tanımamsan. Dur gəl onda. Harala? Dur gəl. Ha, gəldim ha. Gəldim. İndi var gedək bunu bastıraq mənə. Nə oldu la? Sıçdın şalvarıma. Artdırdım ya la. Sən elə bilirdin gəlməyəcəm, hə? Əslində inanırdım. Hə də, bilirsən ki, Aydın ürəyi yumuşaq şeydir. Sən heç vaxt ayağında qoymaz. Bilirdim. Sən mənim zəif tərəflərimi həmişə yaxşı bilmirsən onsuz da. Düzdür. Bilmişəm. Bu qədər şeyi bilirdin, həmin gün mənə inanmadın, ay cındır. Məncə ucu bu qədər bəsdir. Nə bəs da la? Bəsdir qazdıq. Bastıra bilərik. Gəl gedək gətirək. Yaşayır ki la bu. 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 Yaşay
Yaşayır, öldür də. Mən tuturam, sən vur. Nə oldu la? Bütün gecə danışırsan, belə öldür. Elə ölərəm, apararam, bastıraram. Bir daha bıçağı görən kimi büzdün. Yaxşı, yaxşı. Boşluq eləmə. Tut, mən vuraram. Ver bura. Tut. Sənə görə adam da öldürdüm. Danışacaqsan indi. Bastıraq danışacağım. Çox sağ ol. Pivə də var evdə, içmisən? Yox, mən içki içmirəm. Niyə nə var ki burada? Nə bilim, heç vaxt içməmişəm. Boğazındakı sep. Sənə də var bundan. Ha, bunu deyirsən? Bundan heç kimdə yoxdur ki, bir Ayxanda var, bir də məndə. Onun atası zərgərdir. Qəşəng düzəldir belə şeyləri. Elə o vaxt uşaq olanda bizim üçün düzəltmişdi. Elə o vaxtdan gəzdiririk üstümüzdə. Bu bizim qardaşlığımızın simvoludur. Qapı. Kimsə gözləyirdi. Əşi, yox, qonşudur yəqin. Dəqiqə başı gəlib başımı xarab edir. Gözü görüm də nə deyir. Gəl, keç. Sən bu gün qızın olmayacaq, değil mi? Qızla anam, qızın almanı narahat olma da, gəl işim var sənin. Xəstəsən sonra danışarıq da, əməz bu. A, dirəşmə də, deyirəm, gəl, işim var səndən, keç. Bu qıza görə mənim xətrimə dəyərdin, Ayxan. Hə? Sən nə işin var burada? Yığdım, dedim, ev boşdur, ya sağ olsun. Durdu, qaça-qaça gəldi o dəqiqə. Sən də onun ömrəsinə gəzir, hə? Ay, sağ ol. Bu qəşəng sualdır. Cavab ver də, niyə dinlənmirsən? Bu söz soruşdu, cavab ver də. Yaxşı, baş üstə. Alaba. O kafedə oturduğumuz gün var idi, ha, tanış olduğumuz gün. Həmən gün mənə də nömrə vermişdi sən bu vurulduğun qız. Tualetdən gəldim, gördüm, stolun üstündə telefonumun yanındadır bu. Mən sənin qardaşınam, Sən mənə yığıb desən adam öldürmüşəm, bir saniyə fikirləşməyib qaçaram sənin yanıma, Sənə görə olub adam da öldürərəm. Bu quşbalaya görə mənim xətrimə dəyirdin, Ayxan. Bu qancığa görə vuracaqdın məni. Görsən, onu mən sənə yenə də qardaşlığımı elədim. Çağırdım gözünlə görəsən, sənin bu vurulduğun qız nədir? Tüpürək ikimiz də özünə rədd eləyək getsin bunu.
Bugün də Aydın mənə zəng elədi. Sənin haqqında mənə təcili bir şey deməliymiş. Sənə görə buradaydım. Nə? Neçə illik qardaşıma inanassan? Yoxsa bəyə? Hay. Danışacaqsan da. Heç soruşmadın sən məndən? Kimi öldürdük, kimi bastırdıq? Mən o vaxt sana inanmadım Aydın. Amma sən düz deyirmişsən. Böyle de oradan da deymiş. Bunu da öz evində yox, bizim evdə salmışsan. Nə oldu la? Kişilik belə, dostluq belə. Nə soxmusan ki? Biz Şəbnəmi öldürdük. Sən pis oldu. Belə çox istəyirdin arvadım. Cavab ver. Səndən də öyle ama. Cavab ver. Nə eşitmək istəyirsən? Elə hər şey. Neçə vaxtdır? Üç il olar. Səndən qisas almaq istədim. Səninlə dün hərəkətdən sonra heç kimlə dost olanmadım, mən. Evdəkilər də getdi rəhmətə. Bir gün ayıldım ki, təkəm. Nə dostum var, nə sevənim. Çox fikirləşdim Ayxan. Həmin gün heç səni evə çağırmasaydım, Şəbnəmlə mən sevgili olsaydım necə olardı? Sənə qoyub götsəydik. O qədər xəyal qurdum. O xəyallarda Şəbnəmlə biz o qədər xoşbəxt idik ki, sənə yazığım gəlirdi. Sonra baxdım ki, elə biz ikimiz də yazığıq.
Sənə göstərmək istədim ki, gör bir dənə qız bizi nə günə qoydu. Üç il göstərib qutara bilmədim. Vuruldum ona. Hər görəndə daha çox bağlandım. Bir gün Şəbnəm mənə dedi ki, o nömrə ilə doğrudan da mən üçün. Başa düşdüm ki, mən yenə səhv eləyirəm. Gör, birinci dəfə sənə göstərdim nə oldu. Dedim ki, bu dəfə mən xoşbəxt olum da. Oldun xoşbəxt. Hər oldum. Lap yaxşı. İndi lap çox olacaqsan. Bax, indi məndən öyrən. Qisası necə alırlar. Bütün gecə danışırsan ki, sən mənim bütün zəif nöqtələrimi bilirsən. Sən elə bilsən, sənin zəif yerin ürəyi yumuşaq olmalıdır. Sənin ən zəif yerin tırkıya getməkdə aydın. Sənə sözlə hər şey elətdirmək olar. Bax ətrafa bir dənə. Səni bura yetişdirmişəm. Şəbnəmi səni öldürtmüşəm. Cinayət aləti səndə. Hər yerdə barmaq izi. Bonus. İndi yığacam 100K-yə. Polis çağıracam. Özüm də 2 saatdan sonra Dubaya uçuram. Sənə məhbusluq həyatımda bol şans arzu edirəm aydın. Narahat olma. Orada tək olmayacaqsın. Elə bilsən hər şey sənin planladığın kimi olacaq. Mənə vuracaqsan. Bəs məni kim tutacaq? Ağıllı ol, onu qoy cübbə. Sən də onu vuracaq. Yoxdur. Mən də yoxdur. Mən də yoxdur. Sən də Mən də yoxdur. Mən də yoxdur. Mən də yoxdur. Gələ! 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 Yerə getdin tırqaya. Biz Şəbnəmlə qovuşduq. Sən qaldın tək. Səndən başqasını mən özümə dostum bilmədim. Yaşayıb, savaşıb, geridə qoyduq yorğun illəri. Qəlbim səndən sınmışdı, qopdu, dinmədin. Ən böyük düşmənim imişsən, dostum bilmədim. Səndən başqasını mən özümə dostum bilmədim. Yaşayıb, savaşıb, geridə qoyduq yorğun illəri. Qəlbim səndən sınmışdı, qopdu, dinmədin. Ən böyük düşmənim imişsən, dostum bilmədim. Keçmişin ən gözəl günlərində qalsaydıq, başımızın üstündən ulduzları saysaydıq, axtarıb xəyallarda ümidləri tapsaydıq, getdiyimiz səhv yollardan birgə qayıtsaydıq, bəlkə də sussaydıq, heç danışmasaydıq, şirin bir yuxuda qalıb heç vaxt dayılmasaydıq, atsaydıq çiynimizdən ağır yükləri, 5 qəpiklik insanları 1 qəpiyə satsaydıq. Bu qədər soyuqluq nə gərəkdi, dostlar qədirəydi, dost köməkdi. Araya məsafələr divar örsə də uzun illər yolunu gözləməkdi. İnanma ki dost yolunu asar, o bir quru sözdən ötürü dostluğu pozar. Yaxına yaxın, uzağa uzaq ol, yerimiz məzar geri çər azad ol. Səndən başqasını mən özümə dostum bilmədim. Yaşayıb, savaşıb, geridə qoyduq yorğun illəri. Qəlbim səndən sınmışdı, qopdu, dinmədin.
Ən böyük düşmənim imişsən, dostum bilmədim. Səndən başqasını mən özümə dostum bilmədim. Yaşayıb, savaşıb, geridə qoyduq yorğun illəri. Qəlbim səndən sınmışdı, qopdu, dinmədin. Ən böyük düşmənim